Bu arxamda gördüyünüz London 1889 lüks otelinin qiyməti 8 milyon 600 min dollardır. Bilirsiniz oteli kim alıb? Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rıza Talıbov. Bir də təkrar edirəm, 8 milyon 600 min dollara və bu hələ onun aldığı yeganə əmlak deyil. Siz bu videonu bəyənin, kanala abunə olun, mən isə detalları danışım. Mikroskop Medianın tərəfdaşı olan nüfuzlu araşdırma mərkəzi OCCRP eksklüziv araşdırma dərc edib. Vasif Talıbov Naxçıvanın Ali Məclisinin sədri vəzifəsindən azad edildiyi ərəfədə oğlu Batumidəki o vaxtki adı ilə Divan Suites otelini 2023-cü ilin yanvarında satır. Üstündən 2 il keçəndən sonra isə oteli geri alır. Üstəlik də 730 min dollara 2000 kvadrat metrlik torpaq sahəsi ilə bir yerdə. Rıza Talıbov OCCRP-yə bildirib ki, otel və sahilyanı əmlak Gürcüstan və Azərbaycan banklarından götürülən kreditlər hesabına alınıb. Əvvəllər Divan Suites adlanan otel hazırda London 1889 brendi ilə fəaliyyət göstərir. Bəs torpaq sahəsi ilə bağlı nə bilirik? Talıbov bu ilin iyulunda Batuminin kənarında yerləşən Sahilyanı qəsəbədə 2000 kvadrat metrlik torpaq sahəsinə 730 min dollar sayıb. Bəs sənin axırıncı dəfə aldığın kredit nə qədər olub? Şərhlərə yaz, kanala abunə olmağı unutma ki, belə videolarımız çox olsun.